Salam. Biz indi sizlərlə Dövlət İmtahan Mərkəzinin martın 9-da keçirdiyi, yəni bugün keçirdiyi buraxılış imtahanının suallarına baxacağıq. Birinci sualımız. Əvvəlcə qrammatika suallarına baxaq. Hansı sırada bütün sözlərin yazılışı səhvdir? Konkret cavabları deyim, sonra baxarıq gerisinə. Konkret cavabları deyəcəm. Bu sualda cavab Y variantıdır. Nəyə görə? Düşgün yazılıb düşkündən K yazılır. Kokteyl yazılır. Burada Y olmalıdır. Kokteyl. Ala yarımçıq da defsən olmalıdır. 32-ci sual. Göz su içməmək frazoloji birləşməsi hansı mənaya uyğun gəlir? Burada bizdən sinonimi soruşmur. Mənasını soruşduğuna görə bu da inanmamaq mənasını verir. 33-cü sual. Uyğunluğu müəyyən edin. Mübtədanın əlavəsi işlənmişdir. Əvvəlcə gəlin mübtədanın əlavəsinə baxaq. Azərin atasına, Amil dayıya məktub yazdıq. Bu kimə sualına cavab verir? Tamamlığın əlavəsidir. Ona görə 2-yə A yazırıq. 2 gündən sonra Cavadı, yeni mühəndisi nazirliyə dəvət etdilər. Kimi yenə sualına cavab verdiyinə görə, ona görə bu da tamamlığın əlavəsidir. 3-ə baxırıq C-yə. Bizim evimiz mənzərəli bir yerdə, göl qırağındaydı. Bizim evimiz harada idi, haradadır. Bu xəbərin əlavəsidir. Burada da bizdən xəbərin soruşmadığına görə bunu heç bir yerə yaza bilmərik. D variantı, qrupun yeni rəhbəri, gənc qız görüləcək işlərdən danışdı. Kim? Qrupun yeni rəhbəri, kim? Gənc qız. Mübtədanın əlavəsidir. 1-ə D yazırıq. Y variantı, anar kəndə, bu doğma obaya tez-tez gəlirdi. Hara gəlirdi? Kəndə gəlirdi. Hara? Doğma obaya gəlirdi. Bu da yer zərfliyinin əlavəsidir. Ona görə 3-ə də Y yazacağıq. 33-cü sualda doğru cavabımız C variantı. 34-cü sual. Hansı cümlədə tamamlıq söz birləşməsi ilə ifadə olunmamışdır? Bu hadisədən sonra Sevil D variantında hər şeyi etiraf etdi. Etiraf etdi kim? Sevil. Sevil nəyi etiraf etdi? Hər şeyi. Nə zaman? Bu hadisədən sonra. Burada gördüyünüz kimi hər şeyi söz birləşməsi deyil. Ona görə ifadə olunmamışdır deyil. Ona görə cavabımız D variantı olacaq. Amma yenə də o birlərdə baxaq. Hamı öz fikrinin doğru olduğuna inanırdı. İnanırdı. Kim? Hamı. Hamı nəyə inanırdı? Fikrinin doğru olduğuna. Burada söz birləşməsi var. B variantı. Əcnəbi turistlər Şəkinin gözəl görməli yerlərini gəzdilər. Gəzdilər kim? Turistlər. Əcnəbi təyin. Haranı gəzdilər? Şəkinin görməli yerlərini. Da yiyəlik mənsubiyyət söz birləşməsi yaradıb. C variantı. Bu meyvələrin hamısını Məhəmməd Həsən əminin bağından dərmişik. Nə etmişik? Dərmişik. Mübtəda yoxdur burada. Haradan? Nəyi dərmişik? Meyvələrin hamısını. Yenə yiyəlik mənsubiyyət söz birləşməsidir. Y variantı. Vaqif. Bu adamların çoxunu tanımıram. Tanımıram kimi? Adamların çoxunu yenə də söz birləşməsidir. Ona görə 34-cü sualda doğru cavabımız D variantı. 35-ci suala baxaq. Uyğunluğu müəyyən edin. İsmi birləşmə işlənmişdir, feili birləşmə işlənmişdir. Qəfildən səs eşidildi. Burada heç bir birləşmə yoxdur, söz birləşməsi yoxdur. B variantı. Düşmənin çirkin niyyətini dünyaya sübut etməliyik. Düşmənin niyyəti ismi birləşmədir. Ona görə 1-ə B yazırıq. C. Sən bunu mu deyirsən? Burada söz birləşməsi olmadığına görə heç ara yazmırıq. D variantı. Cəmil gedərkən uşaqlar yuxulu idilər. Cəmil gedərkən arkən var burada. Feili bağlama şəkilçisidir. Ona görə 2-yə D yazırıq. Y variantı. Təşkil edilmiş bu sərgidə rəssamlar da iştirak edirlər. Bu sərgi ismi birləşmədir. Birinci nöqtənin söz birləşməsi deyirdik buna. Ona görə burada təşkil edilmişmiş bəzən ola bilər çaşdırsın uşaqları. Ol, et, elə bir qılla düzələnlər bu ikisi bir yerdə götürülür. Bu mürəkkəb feildir. Söz birləşməsi deyil. Ona görə Y variantı 1-ə B-yə, 2-yə D. Cavabımız Y variantı. 36-cı sual. Söz sırasının pozulduğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim işlənmişdir? Burada doğru cavabımız B variantıdır. Niyə? Açıldı bayraqlar, bayraq isimdir. Sadə isimdir. Boru da eyni zamanda isimdir, sadədir. Vurhavur, vurhavur isimdir. Mürəkkəb isimdir amma. Ona görə də
Deməli, bizdən nəyi soruşurdu? Həm sadə, həm mürəkkəb isim. Bu da B variantına uyğun gəlir. 36-cı sualda. 37-ci sual. Verilmiş cümlələrdə zərfin mənaca hansı növləri işlənmişdir? Biz kəndə çatanda bu burada yoxdur. Zərflikdir bu. Fe'li bağlama tərkibi ilə ifadə olunmuş zərflikdir. Burada zərf yoxdur. Güclə tərzi hərəkət zərfidir. Eşidildi. Bir də ikinci cümləyə baxaq. Cavanşir bir qədər dincəlib yoluna davam etdi. Kəmiyyət zərfi. Ona görə tərzi hərəkət zərfi və kəmiyyət zərfi. 37-ci sualda doğru cavabımız D variantı. 38-ci sual. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Deməli, cümlələri verib A-ya baxaq. Sözə qoşularaq məna çaları yaradırsa bu qoşmadır. İfadə olunan fikrə münasibət bildirirsə modal sözü soruşur. Leksik mənası var deyirsə əsas nitq hissəsidir. Yalnız qrammatik mənası var deyirsə köməkçi nitq hissəsidir. Cümlə üzvləri arasında əlaqə yaradırsa bu da bağlayıcını soruşur. Qarşı tərəf buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır. Burada tərəf isimdir. Ona görə 1-ə C yazacağıq. Maşın saat 2-də şərqə tərəf yola düşdü. Bu da tərəf burada da qoşmadır. Ona görə 2-yə də qoşma. Qoşularaq məna çaları yaradır. A yazırıq. Sonra leksik mənası var. Leksik mənası var nəyin? Birdə idi. Leksik mənası olan birdədir. Həm leksik, həm qrammatik mənası var bunun. Həm leksik, həm qrammatik. Yalnız qrammatik mənası var deyirsə, bu köməkçi nitq hissəsidir. 2-yə D yazırıq. Çünki qoşmadır. Qoşmanın yalnız qrammatik mənası var. 1-ə C, 2-yə A, D. 38-ci sualda doğru cavabımız D. 39-cu suala baxaq. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Lazım şəkli, arzu şəkli. Təsdiqdə işlənsə də inkarda işlənə bilmir. Lazım şəkli inkarda işlənə bilir, amma deyil sözü ilə işlənə bilir. Bu yanlış fikirdir, götürmürük. Bizdən doğrunu soruşur. Gələsiniz sözü lazım şəklindədir. Gəl sözün kökü, arzu şəkli, sınız şəxs onluğu. Bu söz arzu şəklindədir. Ona görə yanlış olduğuna görə bunu da götürmürük. 3-ə baxaq. Kaş anar da gəlsin. Gəl sözün kökü, sın şəxs onluğu, bu əmr şəklindədir. Ona görə bu da yanlışdır. 4-ə baxırıq. İsə köməkçi sözü ilə işlənə bilmir. Bəli, arzu şəkli isə köməkçi sözü ilə işlənə bilmir. Deməli, 4 doğrudur. 5-ə baxırıq. Cümlənin feili xəbəri olur. Hər ikisi cümlənin feili xəbəri olur. 5-də doğrudur. Məchul növdə işlənə bilir. Hər ikisi məchul növdə işlənə bilir. Ona görə 39-cu sualda doğru cavabımız 4, 5, 6 A variantı. 40-cı suala baxaq. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşulandan gələcək nəsillər azad və xoşbəxt Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Tabeli mürəkkəb cümləsinin təhlil ilə bağlı səhvi müəyyən edin. Tabeli mürəkkəb cümlədə bilir ki, burada həm baş, Y variantına birbaşa baxaq, həm baş, həm də budaq cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə edilmişdir. Sintaktik əlaqənin 2 növü var. Deməli, 1. Tabellik əlaqəsi, 2. Tabesizlik əlaqəsi. Baxaq. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşulurlar. Ümumiyyətlə, tabeli mürəkkəb cümlədə tabellik əlaqəsi olur. Burada cümlə özləri varsa, deməli, tabeli əlaqəsi var. Amma tabesi əlaqəsi olması üçün orada həmcins sözlər də olmalıdır. Birinci cümlədə tabesi əlaqəsi yoxdur. Tabeli əlaqəsi var, amma tabesilik yoxdur. İkinci cümlədə gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Azad və xoşbəxt. Bu iki sözün arasında tabesi əlaqəsi var. Deməli, birinci cümlədə yox, ikinci tərkib hissədə həm tabelilik, həm tabesi əlaqəsi var. Bizdə də deyir ki, həm baş, həm budaq cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə edib. Bu yanlış fikirdir. Yalnız budaq cümlədə istifadə olunub. 40-cı sualda doğru cavabımız Y variantı.